Mahnını deyəndə ki, savad lazımdır mahnı yazmağa da, bəli, savad lazımdır. Amma olur belə, hərdən deyil, isключительный belə İstisna hallar olur. Yəni, həvəskarlar da yazırlar. Bəli. Məsələn, belə götürək, bizim Qara Qarayev müziği. Bir məhəlləli iki oğlan filmindəki mahnı Zeynəb xanım da oxudu. Nə qədər oxudu bu mahnı? Bəli. Ondan başqa Arif Məlikova mahnıları nə qədər çox var? Gözəl. Xəyam Mirzəzadə, bunlar simfonistlərdir hamısı, amma bunları gör nə qədər mahnıları var. Fikret Əmirovun özünün də çox gözəl mahnıları var idi. Vasif Adgözəlovun, Fikret Əmirovun. Yəni ki, mən demirsən, simfonik musiqi ilə məşğul olan bəstəkarlar da mahnı janrına müraciət ediblər, yəni onlar yazıblar. Yəni bu nə deməkdir? Bu adamların deməli, əgər təkcə məsələn də beyinləridir, məsələn də ürəkləri, hamısı simfonik musiqiyə bağlıdır. Amma görürsən ki, hərdən elə bir yer var ki, ürəklərində bir... Sarı tel var. Məsələn, az da, redki hallarda da olsa, çıxardılar, bir dənə mahnı çıxardılar, cəmaata verirlər. Bax, bu olmalıdır, bu bir. İkincisi, və deyirik, məsələn, bu peşəkarlıq lazımdır. Hələ bax, götürək, yəni ki, həvəskarların özündə. Məsələn, bəzi həvəskarlardan söhbət gedəndə düzdür, hamımızın qanı qaralır, amma elə həvəskarlar, məsələn, var ki, yazırlar, doğrudan ürəyimiz açılır. Ələkbər Tağıyev mahnıları. Bəli, mütləq. Bax, Vaqif Gərazadəni mən deməzdim ki, o həvəskardır, çünki Vaqif, yox, bəstəkardır, onun ancaq diplomu yoxdur. Vaqif Gərazadə mən peşəkar musiqiçi, cazla məşğul olan musiqiçi peşəkardır. Ona diplom lazım deyil. Yəni ki, caz Allah vergisidir. Cazı konservatorda öyrətmirlər. İndi düzdür, fakültəsində açıblar. Bu ayrı şeydir. Bu caz deyil. Bu kimsə öyrənir özü üçün. Amma caz Allah vergisidir. Yəni ki, o Allahdan verilir. Hər adama verilmir. Nəyə görə? Cazmenlər çox azdır. Bəstəkar çoxdur. İfaçı çoxdur, cazmen azdır. Tək cazmenlər də əlbəttə, o fitri istedaddır. Bu ayrı. Yəni ki, onu qatmıram heç bu siyahıya. Eldar müəllim, mən şəxsən bu mahnıda hiss etdim ki, Bikər xanım nə qədər Bakını çox istəyir. Siz də bunu hiss edə bildinizmi? İkincisi də ki, mənə nə xoş gəldi bu mahnıda. Yəni ki, belə hallar bugünkü estradamızda demək ki, çox nadir hallarda təsadüf olunur. Mahnı belə həddindən artıq digərinin peşəkar mahnıdır. Nəyə görə? Çünki bunun harmonik tərəfdən. Mahnının harmoniyaları. Bu günləri birinci məsələndə mürəkkəb harmoniyalarına demək olar ki, heç kim yazmır. Tək adamlar yazırlar. Çünki belə harmonik, belə harmoniyası olan mahnıları ifaçıları da yoxdur. Yəni, ancaq peşəkar ifaçılar bunu ifa edə bilərlər. Yəni ki, bugün dəbdə olan hansı kanallardan günlərlə, aylarla, həftələrlə, illərlə düşməyən adamlara vergilən belə bir mahnını, yəni çətin bir mahnını ömründə oxuya bilməz. Məsələn, belə mahnıları həm yazmaq lazımdır daha çox. Və peşəkarlıq buradan gəlir. Sadəcə, elə belə demədim, məsələn, bu Arif Məlikovun və yaxud başqalarının mahnılarını. Görün, necə harmoniyalar var orada, o mahnılarda. Yəni, indiki, məsələn, bugün yazanların hamısı 3 dənə akord çalırlar. Tonika, subdominant, dominant. Hərdən bir yalandan 6-cı pərdəyə götürürlər. Və yaxud divarlı dominantı götürür, deyir ki, mən müasir bir şey elədim, o da deyil. Yəni, bu harmoniya çox böyük rol oynayır. Yəni ki, harmoniya özü səni məcbur edir ki, sən müəyyən bir üslubu götürürsən və o üslubda gedirsən və sənin dəstxəti başqalarından ayrılır. Bəli. Eldar müəllim, siz nə deyə bilərsiniz bu məsələ ilə bağlı? Yəni, siz burada yerləşən insanlardan biraz daha öncə başlamışsınız sənətə, əslində çox daha öncə başlamışsınız və çox daha öncə gedir, çıxır 1910-cu ilə. Yox, 10-cu ildə hələ Leyli Məcnun yazılmışdı, hələ tamamilə başqa idi vəziyyət. Bugün mahnı yazmaqla pul qazanmaq olur? Bugün yox. Yəni ki, müəyyən bir vaxtda deyim sizə, əsasən mahnı yazmaqla pul qazanmaq təxminən 90-cı illərdə, yəni 90-cı ildən, yəni şəxsi demək olar ki, belə pul qazanmaqdır, yəni müğənni gəlir, sifariş verir belə. Amma Sovet vaxtında, deyim sizə, bədii şuralar var idi. Özü də o vaxt ki, məsələn, hesabla belə baxanda, yəni maaş, əgər 120 manat maaşıdırsə,
Yəni mahnıya məsələn bədii şuralarda alınan mahnıya 150 manatdan 200 manata, 300 manata qədər pul verilirdi. Yəni bu o zaman şu 80-cı illərin əvvəlləri, ortaları çox yaxşı pullardı bunlar. Yəni bu pula 2 dənə mahnı satırdınsa, sən belə yaşaya bilərdin o pula. Amma indi yox. O vaxt indi yəni ki qiymətlər 10 qatına artıb, 15-20 qatına artıb. Amma bu pulları da qazanmaq mümkün deyil. Çünki bugün bir üstünə tərdir. Gəlir ifaçı məsələn deyir ki, mənə mahnı yaz filan çürüməz. Mənə başıma gəlib neçə dəfə. Gəlir mənə deyir ki, məsələn, bir dənə Vaqif Kərazadan filan mahnısı var. O cürə mənə mahnı yaz. Deyirəm, mənim yanıma hoş gəlmişsin. Get Vaqif Kərazadanın yanında. Yox, mən istəyirəm, sən yazırsan. Deyirəm, mən yazmıram elə. Və yaxud gəlir, məsələn, mən lirikəm. Məsələn, mənə deyir ki, mənə bir dənə 3 badan bir qoz yaz yenə. Deyirəm, 3 badan bir qoz filan kəslərdə yaxşı alınır da. Məndə lirik alınır. Mən bunu yazmışam üçün. Görürəm, deyir, yox, deyirəm, yazmıram. Yəni ki, qutardı. Aydındır. Bax, belə-belə, məsələn, hadisələr baş verir. Ona görə bu günlər daha çətindir, məsələn, o şeylər. Həm də ki, açıq edeyim sizə, o qədər də bu maddiyyata görə yazılmır, ürəkdən gəlmir. Əlbəttə. Hardakı maddiyyat orada hisslər qutarır, deyil mi? Hərdən görsə ki, oradan elə sıxıntı keçirirsə, məsələn, gəlirsə, birdən sənə deyirlər ki, filan şey, onun həvəsindən sevgisi, amma o, yəni o sevgidən deyir, o musiqiyə. O, yəni ki, sən nəyə görəsə, imkanın yoxdur, ona görə gəlirsən o həvəs ki, yazırsan ki, yazırsan və onun müqabilində öz zəhmətinin haqqını alasan. Haqqını alasan. Amma ürəkdən gələn musiqi, ürəkdən gələn, məsələn, mən ömrümdə fikirləşməmişəm ki, bu mahnı, orada oturacağım, Brilliant üçün yazacağım və yaxud oturacağım Aygün üçün və yaxud Faiq üçün, Ağadadaş kimi üçün yazacağım. Mahnı özü gəlib, gəlir, yazıb qutarırsa görüm, aha, mənim özümdə asılı deyil, görür ki, filan kəsi mahnısıdır. Zəng gəlib deyirəm ki, filan ki, sənin mahnın hazırdır, məsələn, verirəm onu və düşür adresatına. Yəni, mahnı özü deyir ki, mən filan kəsi də, məni başqasına vermə. Dəfələrlə olub, məsələn, mən mahnını vermişəm. Bilirəm ki, məsələn, bu kimsə mahnısıdır, amma vermişəm başqasına. Özüm o mahnını öldürmüşəm. Yəni, bax, hərdən bu şeylər, bu cavanlara mənim məsləhətim ondadır ki, çalışın, belə şeylərə gedməyin. Biz də məsələn, mən də gedən deyirəm, amma hərdən situasiya elə götürür gəlir ki, həyatdır da. Həyatdır, maddiyyatla bağlıdır, başqa şeylərlə bağlıdır, və yaxud acıqla, məsələn, dostundur, Aron deyib, onun acığını verir sonra, amma mahnı ölür. Bəli. Belə. Eldar, mən minnətdaram sizə.